Arzular şirindir, yuxular kimi. Nə bir maniyə var, nə bir divar var. Reislər boş qalıb, arzular kimi. Nə bir bilet soruşam, nə də qatar var. Qalmışam bəxtimin vağzalında mən. Reislər köhnəlib, ot çıxıb oradan. Durmuşam qatarın düz yolunda mən. Məni yandırmaq üçün od çıxıb oradan, od çıxıb. Ekonomi Dünyası programı olarak şimdiki konuğumuz Azerbaycan'ın en önemli iş adamlarından biri olan Emin Hüseyinov. 1983 yılında Azerbaycan'ın Gence şehrinde doğan Emin Hüseyinov, içecek fabrikaları sahibi ve aynı zamanda birbirinden güzel şiirler yazan bir şair. Yandı ki sönməsin bu od, bu ocaq. Sandı ki ölsə də vətən qalacaq. Böyük qələbənin ilk paradında şəhid mübarizlər addımlayacaq. O bir güneş idi, üfüqdə itdi. Bir şirin nəğmə idi, qırıldı, bitdi. Bu fani dünyada şəhid olsa da. Azerbaycan'da hayırsever bir iş adamı olarak tanınan Emin Hüseyinov, devletini seven ve şehit ailelerine büyük destekleri bulunan bir fabrikatördür. Sönməyən güneşdir, yanan ulduzdur. Güz verər hər kəsə nurlu əlləri. Heydərin ruhu da kavga dayaqdır. Zor bir çocukluk geçiren Hüseyinov, çocukluğundan beri ticaretle uğraşmakta ve çektiği zorlukları unutmayarak bugün hayırseverlik işlerine sürekli devam etmektedir. Bizler de bu başarılarından dolayı kendilerini kutluyor ve kendilerine başarılar dileyerek Sayın Hüseyinov'un şiirleriyle veda ediyoruz. Coşur məzarında güllərdən dəniz, varaqlar üstündə qələm hönkürür. Təkcə Azərbaycan qalmadı sənsiz, öndər yoxluğuna aləm hönkürür. Cənnətin göylərin 7 qatında, yerə zülmət çökər günəş batanda. Çox doğma olsa da zarafatın da, bugün o da qoymuş, güləm hönkürür. Bu dünyada nə qədər çətinliklərlə üzləşsən də, heç vaxt təslim olma. Allaha güvən və davam et. Arzular şirindir, yuxular kimi. Nə bir maniyə var, nə bir divar var. Reislər boş qalıb, arzular kimi. Nə bir bilet soruşam, nə də qatar var. Qalmışam bəxtimin vağzalında mən. Reislər köhnəlib, ot çıxıb oradan. Durmuşam qatarın düz yolunda mən. Məni yandırmaq üçün od çıxıb oradan.